Deməli, bugünkü dərsimiz olur refleksiya strategiyaları, azdır say olaraq və tez dərs. Deməli, ilk olaraq baxaq ki, refleksiya strategiyaları nə deməkdir? Ümumiyyətlə, refleksiya nə idi? Refleksiya öz işimizi yenidən nəzərdən keçirməyimiz idi. Və burada da şagird bu strategiyalardan istifadə edərək öz öyrəndiyini, nə öyrəndiyini, prosesi necə ümumilikdə prosesin getdiyini, öz fəaliyyətinin necə olduğunu dəyərləndirir. Yəni, öz işini yenidən nəzərdən keçirmiş olur bu refleksiya strategiyalarında. Yəni, burada sadəcə olaraq uşaq mövzunu öyrəndim, mövzunu bitirdim yanaşmasında olmur. Həm də mövzunu necə öyrəndiyinə, özünün səviyyəsinin hansı yerdə olduğuna, bu nəticələrə, yəni hal-hazırda əldə elədiyi nəticəyə necə gəldiyini düşünməyə başlayır. Yəni, özünü ümumilikdə qiymətləndirmiş olur. Öz işini yenidən nəzərdən keçirmiş olur. Bu strategiyalarda şagird nə edir? Nə öyrəndim, nə üçün çətin oldu, növbəti dəfə başqa cür necə eləməliyəm kimi suallara cavab axtarır və öz təcrübəsini şuurlu şəkildə analiz edir. Yəni özünü dəyərləndirir, özünü qiymətləndirir. Öz inkişafını izləyir, güclü zəif tərəflərini görməyə bacarır, müəyyənləşdirməyə bacarır. Növbəti mərhələdə, yəni növbəti günlərdə hansı hissələrə diqqət eləməli olduğunu görmüş olur. Refleksiya strategiyalarından istifadə edirik. İndi gələk refleksiya strategiyalarından sonra, bir də burada bir şey var, onu deyim. Deməli, refleksiya strategiyaları daha çox öyrənilərinləri ümumiləşdirməyə kömək eləyir, dəyərləndirməyə kömək eləyir və metakognitiv şuurun formalaşmasını istifadə olunur. Yəni biz refleksiya strategiyalarından istifadə ediriksə, şagirdlərin metakognitiv belə deyək də, bacarıqları və metakognitiv biliyi formalaşdırmış oluruq. Belə. Gələk indi bu strategiyaların hansılar olduğunu. İlk olaraq baxırıq Think Vein strategiyasına. Bu beşlik deməkdir. Əsas məqsədi nədir bunun? Əsas məqsədi az sözlə əsas fikri ifadə eləməyə bacarığıdır. Yəni bir neçə sözdən istifadə edərək ümumi bir fikri ifadə edirik. Məsələn, deyək ki, bizə bir mətn verilir. Mətnin oxuyuruq və mətnin əsas ideyasını müəyyənləşdirməyə çalışırıq. Mətnin əsas ideyasını müəyyənləşdirmək üçün də ilk öncə məzmunu bir isimlə ifadə edirik. Sonra bu ismi açıqlayan 2 dənə sifət, sonra isə bu ismə uyğun olaraq 3 dənə feil deyirik. Sonra mətnin ideyasına uyğun 4 sözdən ibarət bir cümlə işlədirik. Sonda isə mətnin əsas ideyasını bir isimlə qeyd eləmiş oluruq. Neynədik? Ümumi bizə verilən böyük bir mətni qısa formada, lakonik formada ifadə eləməyə çalışdıq. Əvvəlcə bir isimdən, sonra 2 sifətdən istifadə etdik, sonra 3 feildən, sonra 4 söz birləşməsindən, 4 sözdən ibarət olan söz birləşməsindən, sonda isə mətnin əsas fikrini bildirən bir isimdən istifadə edərək fikrimizi lakonikləşdirdik, qısalaşdırdıq. Və bunun adı nə oldu? Adı oldu Think Vein və yaxud da ki, beşlik. Belə. Bu iş sonunda biz nə etdik? Fikrimizi lakonikləşdirdik. Və fikrimizi lakonikləşdirməyimiz də belə deyək də, bizim oxuduqlarımızı yenidən nəzərdən keçirib ümumiləşdirməyimizə kömək eləməyimiz deməkdir. Olur, ona görə də bu nəyə aid? Reflektiv strategiyalarına aid, reflektiv təlim strategiyalarına aid. Sonra, baxın anlayışın çıxarılmasına. Elə adından göründüyü kimi, anlayış çıxardırsan. Nələrsə verilir, sənə verilənlərdən anlayış çıxardırsan. Məsələn, görürsünüz yazıb çiyələk, böyürtkən, qarpız, moruq. Və bunlardan biz bir ortaq fikir çıxardırıq. Verilənlərdən, xüsusi nümunələrdən ümumi bir qayda çıxartmağımız, ümumi bir məqsədə gəlməyimiz, ümumi bir fikrə gəlməyimiz nə idi? İnduktiv düşünmə idi. Deməli, biz burada hansı düşünmədən istifadə edirik? İnduktiv düşünmədən istifadə edirik. Bəs deduktiv düşünmə hardaydı? Deduktiv düşünmə isə klasterdəydi. Bundan əvvəlki dərsimizdə onu keçmişdik. Anlayışın çıxarılması nədə istifadə olunur? Anlayışın çıxarılması bildiklərindən nə dərəcədə düzgün əlaqə yarada bilmək üçün istifadə olunur və bir də keçilənlərin anlama dərəcəsini yoxlamaq üçün istifadə olunur. Yəni öyrəndiklərimizi nə qədər yaxşı anlamışıq, keçilənləri nə qədər yaxşı anlamışıq, bildiklərimizdən nə qədər düzgün əlaqə qura bilirik. Yəni bunun üçün istifadə olunur. Və burada assosiasiya yaratmaq var, yəni əlaqələr qurmaq var. Əlaqə quraraq sən anlayışlardan, verilənlərdən bir ümumi qayda çıxardırsan, ümumi bir fikrə gəlirsən. Nə edirsən? Yəni anlayış çıxartmış olursan. Bu da hansı strategiyalara aiddir? Refleksiya strategiyalarına aiddir. Reflektiv strategiyalardır. Sonra gəldik digər iş üsulumuza. Digər iş üsulumuz BİBÖ-dür. BİBÖ-nün açıqlaması bilirəm, istəyirəm, biləmdir. Bax, bilirəm, istəyirəm, biləm və öyrəndim. 3 belə deyək də 4 daha doğrusu sözdən istifadə edilir BİBÖ-də. BİBÖ-də biz nə edirik? BİBÖ-də nə işə yarayır ümumiyyətlə BİBÖ? BİBÖ şagirdləri diaqnostik qiymətləndirməyə kömək eləyir. İlkin belə deyək, şagirdlərin biliklərini ölçürük biz burada. Bundan əlavə həm də refleksiyaya kömək eləyir, refleksiya imkanı verir bizə.
Biz şagirdlərin mövcud bilikləri və yeni biliklər haqqında əlaqə yaratmağa imkanımız olur bu iş üsulunda. Yəni bir neçə şey oldu. Gördüyünüz kimi qiymətləndirmə üsuludur, diaqnostik qiymətləndirmə üsuludur. Həm refleksiya eləməyə imkan verir. Ondan sonra müəllim şagirdlərin bilikləri haqqında məlumat öyrənmiş olur. Mövcud biliklərlə yeni biliklər arasında əlaqə qurmağa kömək edir bu strategiyası. Necə aparılır bəs bu? Bu bir dərslik də aparıla bilər, bir neçə dərslik də aparıla bilər. Yəni 1.45-i daxil olmaya da bilər. Bir neçə dəqiqəni də, bir neçə dərsi də əhatə edə bilər bir bödə. Deməli ilk olaraq məsəl üçün biz belə bir cədvəl veririk uşaqlara. Uşaqlara mövzu ilə bağlı bildiklərini, bilmək istədiklərini və mövzu yekunlaşdıqdan sonra isə öyrəndiklərini yazmaq təklif olunur, yazmaq bildirilir və uşaqlar bildiklərinlə öyrəndiklərinin müqayisəsini aparan zaman onlar refleks eləmiş olurlar. Əvvəlki bildikləri səviyyə ilə hal-hazırda gəldikləri səviyyəni müqayisəsini eləmiş olurlar, yəni refleksiyasını eləmiş olurlar. Bu zamanda onlarda metakognitiv bacarıqlar inkişaf eləyir. Belə. Yəni öz xüsusiyyətlərinin, yəni özlərinin hansı səviyyədə olduğunu görə bilirlər. Həm də bunu görən müəllim uşaqların hansı səviyyədə olduğunu görə bilmiş olur. Dediyimiz kimi bundan həm də diaqnostik qiymətləndirmə vasitəsi kimi istifadə eləyirik. Düzdür, bir dərsin əvvəlində aparılsa da, həm də bu refleksiya strategiyası, yəni dərsin sonunda da bir bödə istifadə eləyərək şagirdlərin öyrəndiyi hissələr qeyd olunur, doldurulur. Belə. Bu da bir böd. Sonra gəldiyi bir bödən sonra 3-2-1 iş üsuluna. 3-2-1 iş üsulu nədir? Bu da refleksiya strategiyalarından biridir. Bu üsul nəyə kömək eləyir? Bu üsul müəllimlərə kömək eləyir ki, uşaqların nəyi nə qədər anladığını görə bilsinlər və onların maraqlarını görsünlər. Həm uşaqların anlama bacarığını ölçür, həm də uşaqların maraqlarını ölçür. 3-2-1 strategiyasından istifadə edərək geniş sinif müzakirələrinin yaranmasına kömək eləyə bilərik biz və əvvəlki mövzuların təkrarını eləyə bilərik bu üsuldan istifadə eləyə bilərək. Həm də ki, bu üsul refleksiya üsulu sayılır. Deməli, burada müəllim uşağın nə qədər dərs anladığını görə bilir, uşağın marağını görə bilir, sinif müzakirələrinə şərait yaradır, əvvəlki mövzuların təkrarı baxımından müəllimə kömək eləyir və bundan əlavə refleksiya eləməyə şərait yaradır. Bəs yaxşı, bu üsul necə aparılır? Bu üsul dərsin mövzusunu verilir, mətn verilir, uşaqlar bununla tanış olandan sonra müəllim sona yaxın, sonda uşaqlara deyir ki, öyrəndiyiniz 3 dənə məlumatı yazın. Mövzu ilə bağlı, mətnlə bağlı və yaxud da dərslə bağlı fərqi yoxdur. Sonra sizə 2 dənə maraqlı gələni yazın. Bir dənə hələ də sizi maraqlandıran, bilmədiyiniz sualı yazın. Yəni uşaqlar bildiklərini, onlara maraqlı gələnləri və onların hələ də bilmədiklərini, yəni yeni daha ətraflı məlumat almaq istədikləri bir şey yazanda müəllim bunlar haqqında məlumat toplaya bilir. Və müəllim bunları görəndə ki, uşaq nəyi bilir, nəyi bilmir, yəni uşağın olduğu vəziyyəti belə analiz edəndə, təhlil edəndə o proqramda nəyi yenidən keçməli olduğunu da görə bilir. Yəni müəllim sonda uşaqların belə deyək, işlərini təhlil eləyərək, yazdıqlarını təhlil eləyərək, sonda yenidən nəyə keçməli olduqlarını da görə bilir. Və burada sual tərtib eləmə bacarığı da formalaşır. Niyə? Çünki uşaq deyir ki, mənə 2 dənə maraqlı gələn bir şey var və yaxud da məni maraqlandıran bir deyək ki, xüsusiyyət var. Yəni bununla bağlı sual yazır. Ona görə də uşaqlarda sualı tərtib eləmə bacarığı da formalaşmış olur. Harda? 3-2-1 üsulunda. Baxın, bunun ardıcıllığı belə gedir. Öyrəndiyimiz məlumat üstünə bizə maraqlı gələn və bir dənə də sualımız. Sonra keçək digər iş üsuluna. Digər iş üsulu insert iş üsuludur. Insert iş üsulu interaktiv qeyd etmə sistemidir və mütaliə üçündür, təfəkkürün inkişafı üçündür. Və biz burada işarələrdən istifadə edirik. Mətni başa düşmək üçün, biliklərimizi yoxlamaq üçün işarələrdən istifadə edirik və qeyd etmə sistemidir. Çox vaxt bu qeyd etmə sistemi, işarələr sistemi sözünü görəsiniz insert üsulundan bağlı suallarda. Deməli necə olur? Müəllim şagirdlərə dərs oxumamışdan əvvəl, yəni mövzunun mətnini oxumamışdan əvvəl uşaqlara mövzu ilə bağlı, dərslə bağlı, mətnlə bağlı bildiklərini yazmağa tapşırır və deyir ki, ola bilər ki, sizin bildikləriniz düz deyil, yəni dəqiq məlumatlar olmasa belə öz düşüncələrinizi, mövzu ilə bağlı düşüncələrinizi qeyd eləyin. Uşaqlar mövzu ilə bağlı düşüncələrini qeyd eləyirlər. Sonra isə uşaqlara mövzu verilir, mətn verilir və əgər uşaqların yazdıqları ilə mətndə olan məlumatlar üst-üstə düşürsə, bu işarəni qoyurlar. İşarələr dəyişə də bilər, fərqli ola bilər. Sadəcə olaraq belə burada verilən şablon işarələrdir. Sonra oxuduğunuz informasiyada əvvəl bildiyinizi inkar eləyirsə, yəni üstə düşmürsə bu işarəni qoyurlar. Rast gəldiyiniz yeni bir informasiya varsa bu işarəni qoyurlar. Haqqında əlavə məlumat almaq istədiyiniz bir informasiya varsa bu işarəni qoyaraq belə deyək ki, öyrəndiklərini mütaliə eləmiş olurlar. Öyrəndiklərini işarələrdən istifadə eləyərək qeyd eləmiş olurlar. Bu da olur hansı üsul? Bu olur interaktiv qeyd etmə sistemi, yəni insert metodu.
Belə, uşaqlarda bu qeyd etmə bacarığını inkişaf elətdirir. Sadə deyil, çətin bir şey deyil bu üsul. Sonra gəldik şəxsi jurnallar. Biz bunu refleksiyaya aid olan dərsdə də keçmişdik. Refleksiya üsullarının içərisində. Deməli, şəxsi jurnal nədir? Şəxsi jurnallarda şagirdlər həftəlik olaraq öz öyrəndiklərini, təcrübələrini qeyd eləyirlər dəftərə və yaxud da özlərinin belə deyək ki, jurnalı olur da, gündəlik olur belə deyək. Öz dəftərləri olur, həmin jurnallara onu qeyd eləyirlər və müəyyən müddətdən sonra müntəzəm olaraq deyək ki, həftədə bir dəfə onu müəllimlə paylaşa bilərlər. Müəllimlə paylaşılanda müəllim onların hansı səviyyədə olduqlarını, əvvəlki səviyyələrlə hal-hazırdakı səviyyələrini təhlil etməyi bacarır. Yəni görə bilir, müqayisə edə bilir. Bundan əlavə uşaqlar öz qeydlərindən özləri də özlərini müqayisə edə bilərlər. Yəni uşaqlar gündəlik olaraq o belə deyək də şəxsi jurnallardan istifadə etdikləri üçün, yazdıqları üçün hər günlərini öz öyrənmələri ilə bağlı məlumatlar qeyd elədikləri üçün müəyyən bir müddətdən 3 gündən, 2 gündən, 1 həftədən bir ona baxdıqda özlərinin əvvəlki səviyyəsindən indiki səviyyəsini müqayisə eləyərək belə onun haqqında məlumat toplaya bilərlər. Sonra müəllim bu topladığı məlumatlara görə də həm müəllim, həm şagird deyir ki, oradan məlumat toplayır. Müəllim topladığı məlumatlara görə də düzgün nəzərdən keçirərək şagirdə düzgün rəy verə bilər. Və bu şagirdin davamlı olaraq özünün öyrənməsinlə bağlı məsələləri qeyd eləməyi uşağın özünü qiymətləndirməyinə şərait yaradır və onda metakognitiv bacarıqlar formalaşdırır. Baxın, özünü qiymətləndirməyinə şərait yaradır və onda metakognitiv bacarıqlar formalaşdırır. Hansı iş üsulu? Şəxsi jurnallar iş üsulu. Sonra gəldik cümlə kökləri iş üsuluna. Cümlə kökləri nədir? Burada bizə stabil cümlələr verilir. Baxın, burada gördüyünüz kimi. Şagird verilən bu şablon cümlələrin içərisində verilən boşluqları doldurmalıdır. Əvvəlcədən verilmiş bu cümlələri doldurmaq vasitəsilə uşaq başlayır sistemli şəkildə fikirlərini ifadə eləməyə. Yəni mövzu ilə bağlı olan və yaxud da hər hansı bir məsələ ilə bağlı olan müəllim bir şablon cümlələr əvvəldən çıxardır. Uşaqlara isə həmin cümlələri doldurmağa belə deyək, tapşırır. Uşaqlar isə həmin cümlələri doldururlar. Şagirdlər nə barədə və haradan başlayaraq fikirlərini bildirməli olduqlarını onlara aydınlaşır ki, mən fikrimi hardan başlayıb bildirməliyəm, nə barədə fikrimi bildirməliyəm. Sonra onların düşünməyinə, aktiv formada düşünməyinə şərait yaradır və cümlə köklərindən biz harada istifadə edirik? Refleksiya üsulu olduğu üçün biz cümlə köklərindən dərsin sonunda istifadə etmiş oluruq. Belə, bu iş üsulu fərdi də aparıla bilər, cütlərlə də aparıla bilər və qrup formasında da icra oluna bilər. Həm şifahi formada aparıla bilər, həm də yazılı formada biz cümlə köklərindən istifadə edə bilərik, amma daha çox yazılı formada istifadə olunur. Yəni daha çox yazılı formada müəllim verir, uşaqlar bunu yazılı formada doldururlar, amma düşüncələrini deyək ki, şifahi formada da ifadə edə bilərlər. Yəni verilən cümlələrə düşüncələrini şifahi formada da bildirə bilərlər. Belə. Bu da həmçinin şagirdlərdə özünü qiymətləndirmə bacarığı formalaşdırmış olur. Yəni çünki burada da şagird nə edir? Öz belə deyək, öyrənməsi ilə bağlı fikirlərini bildirmiş olur deyə. Məsələn, baxın burada göstərilən misala uyğun olaraq deyir, bu fəaliyyətdə tətbiq etdiyim bacarıqlar haqqında bir fikir yazır, deyir, belə oldu. Baxın, deməli burada uşaq özünü nə etmiş olur? Özünü qiymətləndirmiş olur. Çünki özü haqqında məlumatları qeyd eləyir bura. Belə. Son olaraq isə qaldı son iş üsulumuz çıxış biletləri. Çıxış biletləri nə deməkdir bəs? Çıxış biletləri də adından elə görsənir kimi yenə dərsin sonunda olur. Biz dərsin sonunda şagirdlərin dərs sonunda və ya dərs zamanı belə deyək, şagirdlərin əldə etdikləri bilik və bacarıqları qısa şəkildə ifadə eləmələrinə imkan yaradırıq. Gündəlik olaraq özlərini qiymətləndirmiş olurlar və bu da həm də formativ qiymətləndirmə strategiyası sayılır. Çıxış biletləri, baxın, formativ qiymətləndirmə strategiyası sayılır bu üsulu. Şagirdlərin irəliləyişlərini aydın formada üzə çıxarmağa kömək eləyir. Çünki uşaq belə deyək də, çıxış biletlərində öz belə deyək, verilən suallara cavab tapır deyə, biz orada qeyd eləyən şagirdlərin qeyd elədiklərinə görə onların hansı səviyyədə olduğunu görə bilərik və bu sonda olduğundan şagirdlər özləri haqqında verilən məlumatları qeyd elədiyindən bu həm də refleksiya, məhsuldar refleksiya strategiyası sayılır. Yəni uşaq çünki özünü sonda nə etmiş olur? Qiymətləndirmiş olur, öz işini dəyərləndirmiş olur. Belə. Baxın, burada gördüyümüz kimi sual verilir. Hər hansısa bir sual, açıq tipli sualdır və şagird bu açıq tipli suala nə etmiş olur? Cavab yazmış olur və bu cavab yazdıqda burada şagird özünün güclü və zəif tərəflərini görmüş olur. Növbəti dərsdə nəyə diqqət yetirməli olduğunu görür. Sonra inkişaf etdiyi tərəfləri görə bilir, zəif tərəfləri görür, hansı hissələrdə daha çox çalışmalarda onları görür, dərsdə aktivliyinin necə olduğunu görə bilir, əməkdaşlıq bacarığının hansı səviyyədə olduğunu görür. Hansı ki, bu sual dediyimiz kimi açıq formada olur. Bir neçə açıq sual müəllim uşaqlara təqdim eləyir və uşaqlardan cavab yazmalarını tələb eləyir. Uşaqlar da buna cavab yazmaqları ilə, öyrənmələri ilə bağlı, uşaqların dərsdə fəaliyyətləri ilə bağlı, necə öyrənmələri ilə bağlı suallar olur təbii ki, bu suallar.
Müəllim bunlara cavab yazmaqla, şagird daha doğrusu bunlara cavab yazmaqla özünü belə deyək qiymətləndirmiş olur həm də, özünün güclü və zəif tərəflərində həm də görmüş olur. Belə, bu da çıxış biletlərindən bağlı. Bu da oldu refleksiya strategiyalarından digər biri. Deməli, biz bu günləri refleksiya strategiyalarına baxdıq. İndi qısalaşdırsaq, refleksiya strategiyaları hansıları idi? Refleksiya strategiyalarının birincisi Think-Fein idi. Mövzu ilə bağlı fikrimizi qısa formada, lakonik formada ifadə eləməyimizə kömək eləyirdi. Think-Fein. Anlayışın çıxarılması nə idi? Verilənlər içərisindən ümumi bir anlayış çıxardırdıq. Yəni burada induktiv düşünmədən istifadə eləyirdik. Bibə nə idi? Bilirəm, istəyirəm, bilən və öyrəndim. Şagirdin əvvəlki biliklərindən hal-hazırdakı bilikləri arasında əlaqə yaratmağa kömək eləyirdi. Diaqnostik qiymətləndirmə üsulu idi, refleksiya üsulu idi. Bununla şagirdlər özlərinin əvvəlki bildiklərindən hal-hazırda öyrəndiklərini müqayisə eləyə bilərdilər. 3-2-1 üsulu nə idi? Şagirdlərə deyir ki, 3 dənə bildiyinizi yazın, 2 dənə maraqlı gələni yazın, 1 dənə isə bilmədiyiniz bir şey yazın, yəni sualı yazın. Bu həm uşaqlarda sual vermə bacarığı formalaşdırırdı, həm də uşaqların əvvəlki vəziyyətlərindən hal-hazırdakı vəziyyətlərini müqayisə etməyə kömək eləyirdi. Müəllimin şagirdlər haqqında məlumat toplamağına kömək eləyirdi və müəllimin dərsi yenidən hansı formada quracağına, növbəti dərsdə nələrə diqqət eləməli olduğuna kömək eləmiş olurdu. Insert metodu nə idi? İşarələr sistemi idi. Biz burada işarələrdən istifadə eləyərək mətnlə bağlı olan məlumatların, şagirdlərin əvvəl bildiyi məlumatlarla nə qədər üstə düşüb düşmədiyini, əvvəl bildiyi məlumatlardan əlavə hansı məlumatları əldə elədiyini insertdən istifadə eləyərək görə bilərik. Şəxsi jurnallar nə idi? Şagirdin öyrənməsi haqqında reflektiv düşünməsinə, metakognitiv bacarıqların inkişafına yönələn bir üsul idi. Biz burada uşaqların öyrənməsi haqqında verilən məlumatları daimi yazmaqlarını tələb eləyirdik və sonradan bir müddət sonra, bir həftəlik, 3 günlük periodlardan bir onların müqayisəsini aparmağa çalışırdıq və özümüz də ona kömək eləyirdik bir müəllim olaraq. Həm də özümüz də şagirdlər haqqında məlumat toplamış olurduq. Cümlə kökləri nə idi? Stabil cümlələr verilirdi və şagirdin sistemli formada fikirlərini ifadə eləməyinə şərait yaradırdı bu cümlə köklərindən istifadə eləmək. Sonda isə çıxış biletləri haqqında deyək. Çıxış biletləri nə idi? Dərsin sonunda şagirdlərin öyrəndiklərini, öz öyrənmə fəaliyyətlərinin necə olduğu haqqında şagirdlərə suallar verilirdi və şagirdlər qısa formada həmin suallara cavab yazaraq, açıq tipli suallara cavab yazaraq öz öyrənmələrini qiymətləndirmiş olurdular, özlərinin güclü və zəif tərəflərini bilmiş olurdular. Bu da oldu ümumilikdə refleksiya strategiyaları. Belə, bugünkü dərslə bağlı mənim deyəcəklərim isə bu qədər. Sağ olun.